İyunun 29-da Heydər Əliyev mərkəzində 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin açılış mərasimi olub. Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin iştirakçılarına müraciətini səsləndirib. Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Prezident İlham Əliyevin 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq təşkil olunub. 1-ci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-sində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı dövlət başçılarının 12-ci zirvə görüşündə irəli sürülüb. Türk Dünyası həftəsinin açılış mərasimində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətlər oxunub. Açılışda çıxış edən Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan 1-ci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır. O qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömüraliyev çıxışında 1-ci Türkoloji Qurultayın ideyalarının bu gündə Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib. Milli Məclisin sədrinin müavini akademik Rafael Hüseynov çıxışında 1-ci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Daha sonra tədbir bədii hissə ilə davam edib. Səhnədə Türk dünyasının ortaq mədəni irsini əks etdirən musiqi və ədəbi nümunələr təqdim olunub.